Salam əziz və dəyərli izləyicilərimiz. Sizlərə salamlayıram Zirə qəsəbəsindən bu səfər tam bir fərqli məkanda çox hörmətli dostumuzun bağ evi çıxıb çatacaq dəyərli izləyicilərimiz. Ərazi olaraq yerləşir Zirədə, Zirə qəsəbəsində 145 saylı məktəbin tam yaxınlığında məktəb, bağça, marketlər, banisa da var, detski banisa da var burada. Sonra hər bir şəraiətə yaxında, hər bir gözəl bir yerə yaxın, hörmətli izləyicilərimiz. Belə bir gözəl bağı bağçası olan, 10 sotun içində paket kupçalı olan gözəl bağ evimiz çıxıb çatacaq dəyərli izləyicilərimiz. Evin də kupçası var, torpağın da kupçası var. Həyətində olmayan meyvə ağacları yoxdur, hörmətli izləyicilər, həqiqətən. Maşallah olsun. Qızıl gül başlayırsan bax buradan qardaş. Gözəl qızıl gül var, inan Allaha çox super iyi var. Gözəl nar ağacları var həyətində. Heyva ağaclarına baxın, hörmətli izləyicilərimiz. Maşallah olsun. Heyvanın gözəlliyinə baxın. Pambıq heyvası deyirlər buna. Əhbəy heyvası deyirik biz o vaxt. Sonra armud ağacı, nar ağacı. Keçək. Gözəl-gözəl güllər, çiçəklər, hər bir şahid. Tut ağacı var, xartut ağacı var. Bax qardaş, bağa bax, zəhmət olmasın. Zirədə ən gözəl yerlərdən biri bax buradır. 145 saylı məktəbin tam yaxınlığında. Yaxından götürə bilirsən qardaş bunu. Bax zəhmət olmasın. Nara bax. Maşallah. Partlayıb. Şirinlikdən partlayıb. O qədər şirindir ki. Baldır, bal. Həyətdə deməli, hörmətli izləyicilərimiz, evimiz 10 sotun içində inşa olunub. 10 sot torpağın içində. Evin qarşı hissəsində demək olar ki, bir 4 sot torpaq sahəsi var. 4 sot torpaq sahəsinin içində bağ bağça var, inşa olunub bağ bağçası. Əlavə olaraq burada bizim gözəl, geniş maşın qarajımız var, böyük. Giriş-çıxışı yoldan da var, həyətdən də var. Təmirli qarajı var, maşın qarajı. Böyük bir darvazası var. Gözəl. Dörd bir yanı zaborun içindədir. Ətraf yaşayış. Asfalt küçədə yerləşir. Burada belə bir navesi var, evin qarşı hissəsində. Evin içi təmirlidir, gözəl. Təmiri yaxşıdır, əladır. Qazı, suyu, işığı, isitmə sistemi kombidir, hörmətli izləyicilərimiz. Burada da belə bir bağlı bir yeri var. Gördüyünüz kimi, yağış görmür evin qarşı hissəsini. Həyətində əlavə olaraq sanitar qovşağı var. Yerdən, bağdan bu hündürlük qalxıb, 1 metr hündürlüyündə. Və darvazadan girən kimi sağda sanitar qovşağımız var. Qardaş, yavaş keç buradan, zəhmət olmasın. Bağla tanış elədim sizi, hörmətli izləyicilərimiz. Hələ bağımız bizim bitməyib. Bu evin qarşısında olan bağ hissəsidir. Demək, 4 sot evin qarşı hissəsində var, kupçalı. 4 sot arxa bağımızda var. Burada da gözəl oturursan, çayını qoyursan, smavarını qoyursan, dəmləyirsən, qəşəng içirsən. Bağdan meyvə dərib yeyirsən, ya və yaxud meyvəni dərib nəvələrə verirsən, doğrayıb, təbii, gözəl. Keçək evimizin içinə tanış edək. Zənglərimiz başladı bu bağla əlaqədar. Keçirik evimizin içinə. Hörmətli izləyicilərimiz, burada gördüyünüz kimi gözəl, bir hardasa 20-30 kvadratlıq gözəl mətbəximiz var. Letni mətbəx, kuxna. Kuxna mebeli təbii ki, qalır evdə. Genişlik qaydasındadır, yeri metlaq vurulub. Burada bizim ümumi olaraq hamam sanuziyemiz yerləşir. Və hörmətli izləyicilərimiz, evə də keçəcək. Bir dənə qardaş qapını aç, zəhmət olmaz, o bağı təqdim elə, mən gəlirəm. Hörmətli izləyicilərimiz, bu evimizin arxa tərəfində olan ikinci bağ hissəmizdir. Burada da gözəl, geniş, belə bir çardaq kimi deyim, naves kimi deyim, yığılıb. Səliqəli şüşələrdir, plastik. Və burada da gözəl belə bir məclis olanda stolunuzu düzürsünüz. 200-300 nəfərlik məclisi yola verə bilərsiniz burada, üstü bağlıdır. Və bu evimizin arxa hissəsində ikinci bağ hissəmizdir. Evin arxasında ikinci bağ hissəmizdə də ki, hörmətli izləyicilərimiz, Allah bərəkət versin. Görürsünüz ki, əkim içində var. Maşallah olsun. Hamısı da gətirib, yerdə görürsünüz. Bəzəllisən kimi var. Bəzəllisi, sarımsağı, nanəsi, petruşkası, nar ağacları gənə burada var. Üzüm ağacı var. Əzgil ağacı. Və burada da gözəl bir basenimiz var.
Baseyni var. Balıq da var içində, amma balıq qaçdı gizləndi indi. Gözəl baseynimiz var burada. Və dəyərli izləyicilərimiz, buranın da kupçası var, hörmətli izləyicilər. Gördüyünüz kimi buranın da kupçası var. Və burada da baxaq bura nə var. Burada da belə bir kombi otağıdır. Səliqəli yığılıb. 4 sot burada yerləşir. 4 sot evin qarşı hissəsində yerləşir. Ev hissəsi onlar da 2 sotda. Kupça da hamısı, hörmətli izləyicilərimiz. Kupça xüsusi mülkiyyət. Yəni dövlət ipotekasından tam yararlıdır. İpoteka ilə də ala bilərsiniz, bank yolu ilə də ala bilərsiniz, nəqd şəkildə də ala bilərsiniz. Keçək evimizin içinə. Evimizin içinə keçdikdə burada belə bir gözəl səliqəli zalımız yerləşir. Qonaq otağımız. Ətraflı çək, qardaş zəhmət olmasın, genişliyində düşsün. Ev qoşadaşla inşa olunub, şəxsi tikili evdir. Həqiqətən çox dəyərli evdir. Burada da bizim kladovkamız var. Əlavə veşləri yığmaq üçün, banka balonları yığmaq üçün. Hə, işığı yandırdım, baxırlar. Hə. İndi isə keçək. Bir qonaq otağımız buradadır, gördüyünüz kimi gözəl geniş. İstəsəniz burada da bir qonaq otağı yarada bilərsiniz. Böyük zalımız yerləşir bax burada. Pollar çox möhkəm, həqiqətən. Ev cütdaşla inşa olunub. Evin təməli, tikilişi çox gözəldir, genişdir. Böyük zalımızın da biri burada yerləşir və bir yataq otağımız burada yerləşir. Keç qardaş, buranı da çək. O divardakı pəncərədən bəllidir ki, ev tikilişi necə olub və keyfiyyətli olub. Bir saniyə. Və bir yataq otağımızdan biri burada yerləşir. Qardaş, buranı da çək, zəhmət olmasın. Geniş otaqları var. Evin yaşayışlı evdir və dolu evdir. Hə, bir dəqiqə, burada da reportajımızı yekunlaşdıraq. Hörmətli izləyicilərimiz, evimiz yerləşir, bir daha da qeyd edeyim, Zirədə, Zirə qəsəbəsində, asfalt yolunun üstündə 145 sayılı məktəbə yaxın, məktəb, bağça, marketlər, hər bir gözəl bir yerə yaxındır, şəraiti əladır. 10 sotun içində inşa olunub, torpağın evin kupçası var, ev şəxsi tikili evdir, gözəl bağ bağçasını görürüz biz, çəkdiyi sizlər üçün nümayiş elədik. Evin də torpağında kupçası var. Qiymət 120 min manata deyilir ev sahibi tərəfindən. Real alıcımız gəlsə inşallah əyləşəcək. Gözəl bağda, təmiz havada qiymətinə razılaşma olacaq. Allah satan da xeyir versin. Səhifəmizi bəyənməyinizi unutmayın. Şərh bölməsində rəylərinizi yazarsınız inşallah. Çox sağ olun, diqqətinizə görə.